Qoç bürcü, həftənin əvvəli iş cəbhəsində sizə xoş sürprizlər gətirəcək. Həmkarlar və tərəfdaşlar əməkdaşlıq əhval-ruhiyyəsində olacaq və ideyalarınız gözlənilməz dəstək alacaq. Görünüşünüz və başqalarında yaratdığınız təəssürat indi xüsusilə vacibdir. İlk təəssüratlar yeni layihələrə və ya gəlirli təkliflərə qapı aça bilər. Özünüz üçün ad çıxarmaq, peşəkarlıq və inam nümayiş etdirmək şansını qaçırmayın. Həftə içi təqdimatlar, rəhbərliklə görüşlər və təşviqat danışıqları üçün idealdır. Əgər yeni bir karyera istiqaməti xəyal edirsinizsə, indi hərəkətə keçməyin vaxtıdır. Həftənin ortalarına qədər işlər biraz daha mürəkkəbləşəcək. Sizdən ixtiraçılıq və çeviklik tələb edən gözlənilməz maneələr ola bilər. Çox itələməyin, əvəzinə ixtiraçılıqdan istifadə edin və alternativlər tapın. Şəxsi münasibətlərdə sakit olun və sərt ifadələrdən çəkinin. Ən yaxşısı, həftə sonunu ailənizlə keçirmək və ya enerji doldurmaq üçün sevimli hobbinizlə məşğul olmaqdır. Maliyyə məsələlərində şans ümumiyyətlə sizin tərəfinizdədir. Siz inamla müqavilə şərtlərini müzakirə edə, maaş artımını istəyə və ya perspektivli layihələrə investisiya edə bilərsiniz. Həftə sonu xərclərinizdə daha diqqətli olun. Əsas alışlarınızı gələn həftəyə təxirə salın. Buğa bürcü, sizi çoxlu sevincli hadisələr gözləyir. İşdə işlər yaxşı gedir. Karyera yüksəlişi, nailiyyətlərinizin tanınması və ya faydalı ola biləcək köhnə əlaqələrin yenidən bağlanması. Keçmiş həmkarlarınız və ya tərəfdaşlarınızla münasibətlərinizi düzəltmək istəyirsinizsə, indi tam zamanıdır. Ulduzlar yenidən əlaqə qurmağa və yeni işgüzar əlaqələr qurmağa üstünlük verirlər. Əsas odur ki, şəxsi və peşəkar məsələləri ayrı saxlamaq. Anlaşılmazlıqların qarşısını almaq üçün bu sahələri aydın şəkildə müəyyənləşdirin. Həftənin əvvəlində işgüzar səfərlər uğurlu olacaq. Lakin həftə sonu yaxınlaşdıqca plansız xərclərdən çəkinmək daha yaxşıdır. Büdcənizə diqqət yetirin və impulsif alışa müqavimət göstərin. Həftənin ikinci yarısında diqqət ailə və evdəki rahatlığa çevrilir. Tədbirdə və ya dostlar arasında maraqlı insanlarla tanış ola bilərsiniz. Bu əlaqələr təkcə ruhunuz üçün deyil, həm də gələcək layihələriniz üçün vacib ola bilər. Həftə sonları daha çox dincəlməyə çalışın. Vücudunuz həftəyə gərgin işdən bərpa etməlidir. Sevdiklərinizlə vaxt keçirin, ailəvi şam yeməyi yeyin və ya birlikdə sevdiyiniz filmə baxın və tərəfdaşınıza daha çox diqqət yetirin. Bu, münasibətlərinizi gücləndirəcək. Əkizlər bürcü, indi yeni layihələrə başlamaq, maraqlı bir şey öyrənmək və ya mühüm müqavilələr imzalamaq üçün ideal vaxtdır. Yaradıcılığınız və orijinal yanaşmanız nəzərə çarpacaq və qiymətləndiriləcəkdir. Cəsarətli ideyalar təklif etməkdən və qeyri-ənənəvi həlləri sınamaqdan qorxmayın. Onlar maksimum nəticə verəcəklər. Həftənin əvvəli ünsiyyət, şəbəkə qurmaq və tanışlıq dairənizi genişləndirmək üçün idealdir. İnsanlarla ünsiyyət qurmağı asan tapırsınız və bu yeni imkanlar açır. Həftənin ortalarına qədər enerjinizdə bir qədər azalma ola bilər. Siz diqqətsizlik, unutqanlıq və ya başqalarının tənqidi ilə qarşılaşa bilərsiniz. Başqalarının şərhlərini şəxsən qəbul etməyin. Sadəcə bir ara verin və diqqətinizi vacib məsələlərə yönəldin. Prioritetlərin siyahısını tərtib edin və diqqətinizi xırda məsələlərlə yayındırmayın. Həftənin sonunda planlarınızı nəzərdən keçirməyə dəyər. Bəzi məqsədlərə düzəliş lazım ola bilər. Həftənin birinci yarısında maliyyə dahil olmaları gözlənilir. Böyük sövdələşmələrin bağlanması üçün yaxşı vaxtdır və bonuslar ehtimal olunur. Həftə sonu yaxınlaşdıqca qənaət rejiminə keçin. Əsas hərcləri təxirə salın və qənaətə diqqət yetirin. Şəxsi həyatınızda münasibətlər yeni səviyyəyə qalxa bilər. Əgər subaysınızsa, həftənin əvvəlində xüsusi biri ilə tanış olma şansınız var. Maksimum fəaliyyətiniz nəticə verəcək və həftə sonuna qədər olan dövr nailiyyətlərinizi əks etdirmək üçün ən yaxşı şəkildə istifadə olunur. Xərçəng bürcü, bu 7 gün yaradıcılıqla zəngin və şəxsi zövqlü olmağı vaad edir. Siz ilham dalğası hiss edəcəksiniz. Bu yaradıcı layihələr, hobbilər və ya sadəcə sizə sevinç gətirən bir şey etmək üçün əla vaxtdır. İşdə çoxdan gözlənilən müsbət dəyişikliklər mümkündür. Şəxsi həyatınızda da işlər yaxşı gedir. Münasibətlər daha əhəngdarlaşır və subay xərçənglər maraqlı biri ilə tanış ola bilərlər.
Romantika getdikcə güclənir. Yeni tərəfdaşlıqlar ortaq maraqlardan və ya yaradıcı layihələrdən yarana bilər. İlk bir neçə günün ilhamı yaradıcı planlarınızı həyata keçirməyə kömək edəcək və daxili səsiniz sizi çətin anlarda istiqamətləndirəcək. Həftənin ortası bəzi ünsiyyət çətinlikləri gətirəcək. Həmkarlarınız və ya yaxınlarınızla anlaşılmazlıqlar mümkündür. Ona görə də sözlərinizi diqqətlə seçməyə çalışın və tələsik vədlər verməkdən çəkinin. Enerjiniz qeyri-sabit ola bilər. Bir gün enerji ilə dolu olacaqsınız, növbəti gün özünüzü yorğun hiss edəcəksiniz. Enerjinizi mübahisələrə və münaqişələrə sərf etməyin. Əvəzinə konstruktiv şəkildə kanalizasiya edin. Başqalarının sizə verdiyi məsləhətləri süzün və intuisiyanıza qulaq asın. Bu sizi ruhdan salmayacaq. Həftənin sonu gözlənilməz səfərlər və ya yeni başlanğıclar şəklində sürprizlər gətirəcək. Tez qərar qəbul etməli və ya planlarınızı dəyişdirməli ola bilərsiniz. Maliyyə sərmayələri, xüsusən də yaradıcılıq və ya şəxsi inkişafla bağlı olanlar uğurlu olacaq. Həftə sonu yaxınlaşdıqca daha ehtiyatlı olun və yalnız sübut edilmiş variantlara investisiya qoyun. Şir bürcü. Doğru zamanda doğru insanlarla tanış olacaqsınız. Maraqlı problemlər tapacaqsınız və onları uğurla həll edəcəksiniz. İndi əhəmiyyətsiz məsələlərdən yayınmadan əsas şeylərə üstünlük vermək və diqqəti cəmləmək vaxtıdır. Həftənin əvvəli işgüzar görüşlər, təqdimatlar və danışıqlar üçün əlverişlidir. Etibarınız və xarizmanız başqalarında güclü təəssürat yaradır ki, bu da ideyalarınızı irəli sürmək üçün istifadə edilə bilər. Həftənin ikinci yarısı çoxdankı planları həyata keçirmək üçün vaxt olacaq. Aylarla arzuladığınız şeylər nəhayət ki reallaşır. Diqqətli və düşünülmüş şəkildə hərəkət etmək vacibdir. Tələsmək nəticəni poza bilər. Komandada güvən əsasdır. Ona görə də həmkarlar və tərəfdaşlarla yaxşı münasibətləri qoruyun. Gözlənilməz vəziyyətlər yaranarsa, sakit olun və emosional qərarlar qəbul etməkdən çəkinin. Müttəfiqlərlə ünsiyyət qurun, kompromislər axtarın və ailə bağlarını möhkəmləndirin. Yaxınlarınızın dəstəyi indi xüsusilə vacibdir. Nüfuzlu insanları öz tərəfinizə cəlb edə bilsəniz, karyera yüksəlişi mümkündür. İmpulsiv xərclərdən çəkinin. Bu büdcənizə xələl gətirə bilər. Şəxsi həyatınızda partnyorunuzun dəstəyi ilə irəliləyiş mümkündür. Harmoniya, inam, səbir və qarşılıqlı anlaşma yolu ilə əldə edilir. Həftənin əvvəlində düşünülmüş hərəkətlər uğurun əsasını qoyacaq. Yaxınlarınızın dəstəyi isə ən cəsarətli planlarınızı həyata keçirməyə kömək edəcək. Qız bürcü. Dəyişikliklər sizi gözləyir və siz onların hamısını proqnozlaşdıra bilməyəcəksiniz. Ancaq ümumilikdə onlar faydalı olacaq. Əsas odur ki, nəticəyə və qərarlara tələsməyin. Təcrübənizi və daxili hisslərinizi dinləyin. Onlar səni düzgün istiqamətə yönəldəcəklər. Həftənin əvvəlində gözləmə gör yanaşması sizin üstünlüyünüz olacaq. Əlavə öhdəliklər götürməyə tələsməyin və ya həmyaşıdların təzyiqinə tab gətirməyin. Hərəkət etməzdən əvvəl vəziyyəti sakitcə qiymətləndirmək daha yaxşıdır. Sakit qiymətləndirmə və tapşırıqların zəkalı həvalə edilməsi enerjinizi həqiqətən vacib işlərə qənaət etməyə kömək edəcək. Həftənin ikinci yarısında tapşırıqlarınız artacaq və hər şeyi özünüz edə bilməyəcəyinizi hiss edəcəksiniz. İndi bəzi məsuliyyətləri həmkarlarınıza və ya yaxınlarınıza həvalə etməyin vaxtıdır. Hər şeyi özünüzə götürməyə çalışmayın. Bu, çox işləməyə və işinizin keyfiyyətinin aşağı düşməsinə səbəb olacaq. Uzun müddətli nəticələrə sadiq olan və səylərinizi dəstəkləməyə hazır olanlarla əlaqə saxlayın. Birgə səylər tək başına mübarizə aparmaqdan daha yaxşı nəticələr verəcəkdir. Uşaqlarla vaxt keçirmək və evdə dincəlmək sevinc gətirəcək və enerjinizi doldurmağa kömək edəcək. Xərclərinizi nəzarət altında saxlayın və həftənin sonuna qədər böyük sövdələşmələri bağlayın. O zaman daha yaxşı sövdələşmələr tapacaqsınız. Yeni tanışlıqlar qeyri-rəsmi şəraitdə və mehriban görüşlərdə ola bilər. Şəxsi həyatınızda gözlənilməz, lakin xoş dəyişikliklər mümkündür. Tərəzi bürcü. Həftənin başlanğıcı çətin ola bilər. Əsəbilik və kiçik səhvlər planlarınızı poza bilər. Ona görə də soyuqqanlılığı qorumaq və həddindən artıq dramatik problemlərdən qaçmaq xüsusilə vacibdir. Bütün maliyyə öhdəliklərini həftə ortasına qədər həll etmək daha yaxşıdır. Bu, lazımsız stressi aradan qaldıracaq və fikrinizi daha vacib məsələlər üçün azad edəcək.
Hər şeyi şəxsi qəbul etməməyə çalışın Və unutmayın ki, əksər çətinliklər həll edilə bilər. Həftə sonuna qədər işlər yaxşılaşır. Bu daxili təfəkkür, ev işləri və yaxınlarınızla münasibətləri gücləndirmək vaxtıdır. Ailənizə və evdəki emosional mühitə diqqət yetirin. Bu hazırda karyera ambisiyalarından daha vacibdir. Axşam saatlarında açıq söhbətlər davam edən anlaşılmazlıqları aradan qaldırmağa və harmoniyanı bərpa etməyə kömək edəcək. Həyatda yeni mərhələyə keçid, yeni məna yaradır və şəxsi inkişaf üçün imkanlar açır. Həftənin əvvəlində yaranan maliyyə çətinlikləri, ehtiyatlarınızı ağılla idarə etsəniz, asanlıqla aradan qaldırıla bilər. Panik etməyin və tənəsik qərarlar verməyin. Şəxsi həyatınızda tənəzzüldən sonra hisslər güclənə bilər. Bu, dərin anlaşmaya səbəb olacaq dönüş nöqtəsidir. Səmimi etiraflar münasibətlərinizi gücləndirəcək və yeni inam səviyyəsinə çatmağınıza kömək edəcək. Əqrəb bürcü, əvvəlcə düşüncələrinizi və hisslərinizi həll etmək üçün tək qalmaq istəyəcəksiniz. Bu normal və hətta faydalıdır. Bu dəfə özünüzə verin. Sonra planları yeniləmək və kompromislər axtarmaq dövrü gəlir. Başqalarının motivlərini başa düşməyi öyrənin, bu münaqişələrin qarşısını almağa və ahəngdar münasibətlər qurmağa kömək edəcəkdir. Bəzən problemin həllini tapmaq üçün sadəcə olaraq başqasının gözü ilə bir vəziyyətə baxmaq kifayətdir. Siz həyatınıza müdaxiləyə həssassınız və bu başa düşüləndir. İndi şəxsi məkanınızı yumşaq, lakin möhkəm şəkildə təsdiq etməyi öyrənmək vacibdir. Həftənin sonunda aldanmalardan çəkinin, reallığı ört-basdır etməyin və real perspektivi qoruyun. İşdə və şəxsi münasibətlərdə daha açıq olmaq və dinləmək, geri çəkilməkdən və susmaqdan daha yaxşı nəticələr verəcəkdir. Bir müddət təcrid olunduqdan sonra gözlənilməz insanlardan dəstək alacaqsınız. Keçmişdən biri ilə görüş mümkündür və bu, indiki üçün vacib ola bilər. Həftənin ikinci yarısında maliyyə öhdəliklərinə məsuliyyətlə yanaşın və xərclərinizi ağılla idarə edin. Şəxsi həyatınızda indi münasibətləri dərindən təhlil etmək və vəzifə və ehtiras arasında tarazlıq tapmaq vaxtıdır. Həftənin əvvəlindəki təklik dövrü sizə mühüm görüşlər üçün güc verəcək, ünsiyyətdə açıqlıq münasibətlərinizdə yeni üfüqlər açacaq. Oxatan bürcü, vacib qərarlar və yeni təkliflər vermək üçün vaxtı. Planlarınızda gözlənilməz düzəlişlər mümkündür. Bu, ilk baxışda əlverişsiz görünə bilər, lakin sonda faydalı olacaq. Etibar etdiyiniz insanların fikirlərinə etibar edin. Bu, sizi səhvlərdən qoruyacaq və düzgün seçim etməyə kömək edəcək. Hər şeyin nəzarət altında olduğunu düşünməyin. Bəzən məqsədlərinizə çatmaq üçün vaxt və əlavə səy tələb olunur. Etibarlı insanlara etibar edin və məsləhət istəməkdən çəkinməyin. Müttəfiqlər axtarın və böyük və ya daha təcrübəli həmkarların məsləhətini qəbul edin. Xarici perspektiv əvəz olunmaz ola bilər. Ən yaxşısı, son qərarları həftə sonuna yaxın, mənzərənin aydınlaşdığı vaxt verməkdir. Həftənin ortasında köhnə ideya və layihələri tamamlayaraq yenilərinə yer aça bilərsiniz. Böyük pul daxil olmaları və ya hədiyyələr səyləriniz üçün xoş bir mükafat olacaq. Mənfəət əlaqələrdən və nüfuzlu insanların dəstəyindən gələcək. Yaxşı olar ki, iri miqyaslı sövdələşmələri cümə gününə və ya həftə sonuna təxirə salasınız. O zaman şərtlər daha sərfəli olacaq. Həftənin sonuna yaxın daxili harmoniya qayıdacaq, yeni məqsədlər üçün motivasiya yaranacaq. Şəxsi həyatınızda dinc harmoniya hökm sürür. Partnyorunuz buna hazırdırsa, sevgi bəyannaməsi və ya hətta evlilik təklifi üçün bir şans var. Oğlaq bürcü, çətin anlarda yaxınlarınızın dəstəyini qəbul etmək və dəyişikliklərə açıq olmaq sizə istənilən çətinliklərin öhdəsindən gəlməyə kömək edəcək. Bu çox faydalıdır. Çünki həftənin başlanğıcı çətin ola bilər. Məyusluqlar, narahatlıqlar və sizi əsəbiləşdirən vəziyyətlər ehtimal olunur. Çətinlikləri çox ciddi qəbul etməyin. Bunlar tezliklə keçəcək müvəqqəti çətinliklərdir. Həddindən artıq ciddilikdən və tutqun fikirlərdən çəkinin. Yaxınlarınızdan və həmkarlarınızdan kömək istəməyi öyrənin. Bunun öhdəsindən tək gəlmək lazım deyil. Dəstəyi qəbul etmək bacarığı zəiflik deyil, müdriklik əlamətidir. Həftənin ortalarına doğru vəziyyət sürətlə yaxşılığa doğru dəyişəcək. Dəyişikliklər nəzərə çarpacaq və xoş olacaq. Bağlantılarınızdan istifadə edin. Onlar yeni layihələr üçün faydalı olacaqlar. Riskli görülsələr belə yeni təkliflərdən çəkinməyin. İndi cəsarətli qərarların vaxtıdır. Köhnə tanışlarla əlaqə qurun. Yeni işgüzar əlaqələr qurun və təcrübənizi yaxınlarınızla bölüşməyə çalışın. Bu, əlaqələri gücləndirəcək və emosional dəstək verəcəkdir. Həftənin sonunda harmoniya,
uğur və çoxdankı arzunun mümkün yerinə yetirilməsi gələcək. Maliyyə sahəsində irəliləyişlər gözlənilir. Sövdələşmələr son həddə çatacaq və siz sabitlik hiss edəcəksiniz. Dolça bürcü. Proaktiv olaraq diplomatiya və çeviklik nümayiş etdirənlər faydalanacaqlar. İncəsənət, mədəniyyət və ya yaradıcı layihələrlə əlaqəli bizneslər xüsusilə uğurlu olacaq. Əgər siz bu sahələrdə işləyirsinizsə, indi ideyalarınızı təbliğ etməyin və gəlirli müqavilələr bağlamağın vaxtıdır. Nə vaxt geri çəkiləcəyinizi bilin və taktikanı dəyişdirin. Birbaşa olmaq indi ən yaxşı strategiya deyil. Hətta yaxın dostlar arasında da təslibatçı davranışlardan çəkinin. Həftənin ikinci yarısı ev işlərinə və ailə adət-ənənələrinə həsr olunur. Siz səmimi ailə adətlərini xatırlaya bilərsiniz və ya uşaqlığınızdan nəyisə canlandırmaq istəyə bilərsiniz. Həmkarların dəstəyi iş məsələlərində ailənin köməyindən daha vacib olacaq. Lakin valideyn məsləhətinə laqeyd yanaşmayın. Bu dəyərli ola bilər. Ailə ilə söhbət bir çox köhnə narazılıqları və anlaşılmazlıqları aradan qaldıra bilər. Yaradıcı iş və biznes, gözəllik və estetik anlayışı vasitəsilə uğura aparacaq. Riskli müəssisələrə sərmayə qoymaqdan çəkinin. Onsuz da əlinizdə olanı qorumaq daha yaxşıdır. Şəxsi həyatınızda ictimai tədbirlərdə və ya yaradıcı layihə vasitəsilə ruhlandırıcı flörtlər və əlaqələr mümkündür. Özünüzü ifadə etmək və ən yaxşı keyfiyyətlərinizi nümayiş etdirmək şansını qaçırmayın. Balıqlar bürcü. Bu həftə yeni hobbilər və faydalı işlər üçün vaxt olacaq. Sizi yaradıcılıqda və istənilən intellektual işdə uğur gözləyir. Səyahət və ya evdən uzaq vaxtda kiçik çətinliklər mümkündür. Lakin ümumilikdə yeni insanlar və layihələr sizə çox sevinc gətirəcək. Yalnız şansa güvənməyin. Tədbirlərinizi əvvəlcədən diqqətlə planlaşdırın. Bu, xoşagəlməz sürprizlərdən qaçmağa və vaxtınızdan maksimum istifadə etməyə kömək edəcək. Peşəkar parametrlərdə şəbəkə qurun və həmkarların və mentorların məsləhətlərinə qulaq asın. Səyahət edərkən doğaçlamadan çəkinin. Marşrutunuzu və hər bir detalı əvvəlcədən planlaşdırmaq daha yaxşıdır. İctimai və ictimai fəaliyyət həyatınızda yeni faydalı əlaqələrə və xoş dəyişikliklərə səbəb olacaq. Maraqlı bir tədbirdə iştirak etmək və ya gələcəyinizə təsir edəcək biri ilə tanış olmaq mümkündür. Aydın planlaşdırma ilə maliyyə əməliyyatları uğurlu olacaq. Xüsusilə həftənin ikinci yarısında impulsiv kreditlərdən və böyük alışlardan çəkinin. Pul saxlamaq və ya uzun müddətli fayda gətirəcək bir şeyə investisiya etmək daha yaxşıdır. Şəxsi həyatınızda yeni romantikanın işarələri yaranır. Yeni bir əlaqənin başlanğıcında düşüncəli və ciddi olmaq gələcək üçün möhkəm təməl yaratmağa kömək edəcək. Yeni tanışlıqlara açıq olmaq həm karyeranızda, həm də şəxsi həyatınızda maraqlı imkanların qapılarını açacaq.